Hamınıza salam. Bugün gəlin çox vaxt quru və darıxdırıcı bir məktəb fənni kimi gördüyümüz cəbrə bambaşqa bir gözlə baxaq. Yakov Perelmanın klassik kitabından ilhamlanaraq cəbrin əslində düşünmək üçün nə qədər güclü və əyləncəli bir vasitə, tapmacaları həll etmək üçün, demək olar ki, gizli bir dil olduğunu birlikdə kəşf edəcəyik. Yaxşı, gəlin dürüst olaq. Yəqin ki, hamımız riyaziyyat dərsində bu salı özümüzə vermişik. Elə deyilmi? Sanki bu, cəbrin real dünya ilə heç bir əlaqəsi olmadığına dair sarsılmaz bir mifdir. Amma bugün biz məhz bu mifi tamamilə dağıtmağa çalışacağıq. Baxın, Newtonun bu fikri əslində hər şeyi izah edir. O deyir ki, cəbr sadəcə bir dildir. Bəli, eyni ilə bizim danışdığımız kimi bir dil. Bu dil, qarışıq görünən real dünya problemlərini aydın və həll edilə bilən bir formaya salmaq üçün mükəmməl bir tərcümə vasitəsidir. Deməli, bütün sir məhz bu tərcümə sözündə gizlidir. Gəlin elə bu prosesin necə işlədiyini, gündəlik tapmacalardan tutmuş kainatın sirlərinə qədər hər şeyi necə aydınlaşdırdığını birlikdə görək. Yaxşı, gəlin birbaşa məsələyə keçək. Görək cəbir ilk baxışdan çox çətin görünən tapmacaları əslində necə də zərif bir şəkildə həll edir. Qarşımızda klassik bir tapmaca var. Mövhumatçı velosipedçi. Bir anlıq düşünək, onun məntiqi ilk baxışda düzgün görünür. 10 rəqəmdən 9-u uğurlu sayılırsa, deməli şans 90% olmalıdır. Elə deyilmi? Sizcə o haqlıdır? Amma cəbir bizə tamamilə başqa bir şey deyir. Velosipedçinin səhvi haradadır? Məsələ burasındadır ki, hər 6 rəqəmin hər biri üçün 9 fərqli seçim var. Bu isə 9-u 6 dəfə öz-özünə vurmaq deməkdir. Yəni 9 üstü 6. Nəticə isə heyrətamizdir. Şans heç də 90% deyil, cəmi 53%dir. Bax, cəbr intuasiyamızın bizi necə asanlıqla aldada biləcəyini göstərir. Gəlin, növbəti klassik tapmacaya keçək. At və qatır. Bu tapmaca birbaşa hekayənin özündən bir sitatla başlayır və bizi dərhal məsələnin mərkəzinə aparır. Bax, cəbrin əsl sehri məhz burada. Bu tərcümə anında ortaya çıxır. Qatırın o mürəkkəb, dolaşıq görünən sözləri həlli çox asan olan bu sadə tənliklər sisteminə çevrilir. Əsas məsələ də elə budur. Sözləri simvollara, yəni cəbir dilinə çevirmək. Və budur, tənliklərin bizə verdiyi aydın bir mənalı cavab. Cəbr dili sayəsində heç bir şübhəyə, çaşqınlığa yer qalmır, yalnız dəqiq bir həll yolu var. Bu dilin gücü də məhz bundadır. İndi isə gəlin məsələni biraz da böyüdək. Cəbr təkcə bu cür kiçik tapmacalar üçün deyil, həm də ağla sığmaz, kosmik miqyasdakı rəqəmləri anlamaq üçün əvəzsizdir. Baxın bu rəqəmə, oxumaq belə çətindir. Amma cəbrin 5-ci əməliyyatı, yəni qüvvətə yüksəltmə, bu uzun sıfırlar zəncirini necə də yığcam və anlaşılan bir formaya salır. Artıq sıfırları saymaqla yorulmuruq, sadəcə qüvvətlərlə işləyirik. Bəs bu rəqəm nədir? Bu, hər diskində 36 hərf olan 5 diskli bir kilidin mümkün kombinasiyalarının sayıdır. Yenə də qüvvətə yüksəltmənin gücü. 36 üstü 5. Bir anlıq təsəvvür edin, bu kilidi təsadüfən açmaq üçün bütün bu kombinasiyaları bir-bir yoxlamaq nə qədər vaxt aparardı. Cəbir isə bu böyüklüyü bizə bir anda göstərir. Və bu bölmənin zirvəsi. Şahmatda mümkün olan oyunların təxmini sayı. Bu rəqəm o qədər böyükdür ki, onu yazmağın, ifadə etməyin yeganə yolu cəbir dilidir. Bu, həqiqətən də insan ağlının sərhədlərini aşan bir miqyasdır. Yaxşı, bu nəhəng rəqəmlər təkcə uzaq kosmosda və ya nəzəriyyədə deyil. Onlar elə indi hər birimizin istifadə etdiyi texnologiyaların təməlində dayanır. Gəlin, cəbrin müasir dünyamızı, yəni kompüterləri necə formalaşdırdığını görək. Kompüterlərin əsas məntəqi olan ikilik sistem əslində cəbri prinsiplərin birbaşa tətbiqidir. Bizim alışdığımız onluq sistemin əvəzinə burada hər şey cəmi iki vəziyyətə əsaslanır. Var və ya yox, yəni 1 və 0. Gəlin bunu belə təsəvvür edək. Kompüterin içində milyardlarla mikroskopik elektrik açarı var. Bu, həmin açarın sönülü vəziyyətidir. Cəryan keçmir. Bu, bizim üçün 0 deməkdir. Sonra bir elektrik siqnalı gəlir və çık, açar, yanır. Artıq cərəyan var. Bu da bizim birimizdir. Bax, bütün müasir texnologiya bu qədər sadə bir məntiqə bu iki vəziyyətin etibarlılığına əsaslanır. Ya açıqdır, ya bağlı. Ortası yoxdur. Bəs bu sadə sıfırlar və birlər necə olur ki, bu qədər mürəkkəb hesablamalar apara bilir? Cavab təkrarlanmadadır. Cəbr əməliyyatlarına əsaslanan bax bu cür sadə addımlar saniyədə minlərlə, hətta milyonlarla dəfə təkrarlanaraq inanılmaz dərəcədə mürəkkəb hesablamalar apara bilir. Məsələn, bütün tam ədədləri bir-bir kvadrata yüksəltmək kimi.
Beləliklə, gəlin yekunlaşdıraq. Cəbir təkcə rəqəmlərlə işləmək üçün bir alət deyil. O, həm də dünyanı anlamaq üçün yeni, güclü bir düşüncə tərzidir. Baxın, qədim Yunan riyaziyyatçısı Diofantın məzar daşındakı bu məşhur tapmacaya. Onun bütün həyatı sanki riyazi bir tapmaca kimi təsvir edilib. Hər bir cümlə əslində həll olunmalı bir tənliyin parçasıdır. Və beləliklə, sizi bu sualla baş-başa buraxırıq. Onun bütün həyatı bir tənliyə sığıb. Sizcə bu tənliyi həll edə bilərsiniz? Bax, bütün bu izah etdiklərimizin əsas ideyası da budur. Problem ilk baxışda çox qarışıq görünə bilər, amma onu cəbrin dilinə tərcümə etməyi bacararsanız, cavab öz-özünə üzə çıxacaq. Bəlkə də bir yoxlayasınız. Nə deyirsiniz?